Bakı Bələdiyyə Teatrının yaradıcısı, sənətşünaslıq doktoru, xalq artisti, görkəmli teatr və kino aktyoru Amalya Pənahova. Amalya Pənahova 1945-ci ildə Gəncədə doğulmuşdur. 1966-cı ildə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu ixtisasında təhsil alıb. 64-cü ildən ömrünün axırına qədər teatr və kino sahəsində 500-dən artıq obraz yaradıb. İlk sənət addımlarını atdığı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində onlarla səhnə ekranında maraqlı obrazlarla çıxış edib. Təhsil aldığı illərindən müəllimlərin diqqətində dayanan aktrisanın oynadığı bütün rolları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Amalya xanım eyni zamanda bacarıqlı rejissor kimi də özünü sınamış, 43 illik sənət fəaliyyəti dövründə 12 televiziya və teatr tamaşasına quruluş vermişdir. Bunların çoxu lentə alınıb. Hazırda televiziyanın Qızıl Fondunda saxlanılır. 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradan aktrisa bu teatrda orta və yaşlı nəsillə yanaşı gənc istedadlı aktyorları da cəlb etmiş və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaratmışdır. Çalışdığı illərdə pedaqoji fəaliyyətlə də məşğul olan aktrisa onlarla gəncin aktyor kimi yetişməsinə şərait yaradıb. 30-a yaxın filmdə obrazlar yaratmışdır. Bundan başqa aktrisanın müxtəlif janrlı filmlərdə səsləndirdiyi obrazlar da məhz onun səsi ilə tamaşaçı auditoriyasında maraq yaradıb. Allah rəhmət eləsin.